Bugün YouTube vloguma sizinle Xudatdan bir gün paylaşacağım. Burada bir günlük gedirəm deyə nə qədər veş yığmışam. Uşağın paltolarını falan burada veşləri yığıram bir-bir. Burada veşləri daşıyırıq hamısını maşına. Hələ ondan əlavə bir dənə çanta da var. Neyse bir günə 4-5 sumkayla gedirəm. İçərisində hamısı paltardır. Her şeyi götürdük. İndi gedirik uşağı götürmeye. Alisa yatıb diye bu formada. Alisa'nın kaliskada maşına aparırıq çünkü yatıb. Alisa yolda oyandı, bayaqdan oyanmırdı. Burada nəhayət yerləşdik maşına, veşimizi qoyduq. İndi yola düşürük Xudata. 40-45 dəqiqə yolumuz oldu. Yəni yolun hamısını çəkmədim. Bir çatanda çəkdim, səhv eləmirəmsə, bir də yolda. Burada Alisa da oyaqdır. Və çox gözəl narın bir yağış yağır. Siz Xudatdakı macəraları görsəz, yəni dəli olarsınız. Qubadan indi çıxdıq. Və qızlar biz artıq Xudatdayıq. Çatmışıq. Hə. Salam, necəsən? Alisa'nı. Maşında. Hı? Çatdıq. Ay kızım. Neredesin? Gələr gəlməz bu balaca Məryəm basıb işlədirəm. Burada bu balaca Məryəmdir. Mənim üçün piroq bişirir. Görürsüz. Çox dadlı bir piroq bişirir. Tökmə hissəsini çəkməyi unutmuşuq və piroqumuz artıq. Daha doğrusu islak kekimiz artıq sobadadır. Və burada islak kekin şokoladını bişirir Məryəm. Oturub pəncərədə qəşəng selfie. Utanır burada. Burada islak keki pişirir. Gözəl qarışdırır. Baxın nə gözəl şokolad bişirir. Və islak kekimiz hazırdır. Çox dadlı idi həqiqətən. Çox gözəl idi. Burada islak kekimizi yeyirik hamımız bir yerdə. Onu koyacağız Emmara da. Kaç. Burada Məryəmə deyirəm ki, bəs deyib için indi qablar yuyur. Və sizcə qızlar nə etmişəm? Mamam işə getdikdən sonra onun avesindəki köhnə qazını tullamışam. Yerinə təzə qaz qoymuşam. Nikolaydan qalmış, nənəmin nənəsindən qalmış, anamın yığıb saxladığı qədimi qazanların hamısını burada yığdığımı görsünüz. Bunların da hamısını tullamışam və yeni Trendyoldan aldığım 7 parça Acar firmasının qazanlarını burada açıb, anamın bunların heç birindən xəbəri yoxdur, qoyuram və qazanlarımızı Məryəm başlayır reklam eləməyə. Məryəm marojnanı yeyib ağzını silməyi unutub. Mən də etdim ki, qoy mən səni belə çəkim. Bu formada təbii reklam elə. Adı nədir? Adi şey pişirməkdir, salat qoymaqadır. Onda olan salat kimə çatacaq? Hə? Ondakı salat kimə çatacaq? İlkin özümüz 3 nəfərə. 3 nəfərə belə. Bizim evdə 3 nəfər yoxdur axı. Bizim evkim. Belə düz qapağı düzgülüdür. Həm kartoşkadır, həm yumurta pişirməyəm. Pişireyim, material. Baxın, arxasına. Çox bir qəşəng materialdır, içinə baxın. İçinə çox. Və burada anamın xəbəri olmadan Məryəmin reklam elədiyi Trendyoldan aldığım bütün qazanları burada görürsünüz ki, artıq şkafa yerləşdirmişəm. Sizcə anam nə reaksiya verdi part 2-də?